Ayın 8-i, 17-si və 26-sı dünyaya gəlmiş insanlar şüur sayı 8-lərdir. Planet Saturndur. Ən qədim planetdir. Ən müdrik planetdir. 8-lər doğulanda müdrik doğulurlar. 8 uşaqlara da baxsaz, hətta yaşa biraz dolan kimi buraları başlayır belə biraz qırışmağa. Müdrik doğulur bu insanlar. 8-lər ya qədimdə hər şeyi bilir. Böyük təcrübə var. Şuur sayı 8-in özündə müəyyən əlində bacarıqlar olur, səsləri olur, oxumağı bacarırlar, oynamağı bacarırlar. Baxmayaraq ki, yəni 6 deyən 6-nın marağı var o sahəyə, onu gedib öyrənir. 8 belə doğulur. İzah edə bildim. Əllərində, səsində, yəni çox mən belə bacarıqlı insanlar tanıyıram. Həqiqətən deyə mən yadıma saldım. Həqiqətən də yəni var. Həqiqətən var. Nəfs vektoru yönəlib nəzarətə, hər şeyə nəzarət eləmək istəyirlər. Davamlı olaraq nəzarətdə saxlamaq istəyirlər. Material həyatı nəzarətdə saxlamaq istəyirlər özününkini və yaxud da öz yaxınlarınkini. Mən 8-lərlə söhbət eləyəndə, yəni o insanlara pulun gəlişi ilə bağlı fikir vermək 2 vur 2-dir də. Nəsə bir problemi var pulla bağlı. Şuur sayı 8 və ya missiya 8 tap. Danış ki, mən necə buradan pulu eləyə bilərəm? Fikri materiallaşdırmağı bacarırlar. Necə batar? Sənə tak deyəcək, bunu beləysən, bunu beləysən, onu beləysən, vəsə. Ya o gün bir xanım 8-lə söhbət eləyirdim. Deyir ki, mən bəs Hövsanda qalıram mən, o da orada qalır. Bütün 5 dənə qızı var, hamısına ev verib. Yəni yoldaşına işləyiblər, ev aldılar ki, o qızlarımızın evi olsun. Deyir, qonşumuz gəldi, deyir. Baxdım, deyir, belə həyətlərində, dedim, ay qız, bu birinci həyət, bu birinci mərtəbə sənə lazım deyil. Buranı kəs, ver arendaya, deyir. Bu tərəfində də özün yaşada avtomatik olaraq pula çevirir. Bu həyət də buradan tik belə, bunu elə, onu elə falan, avtomatik olaraq necə pul qazana bilərsən açır. Biznes planu yəni. Hə, deyir ki, bunu belə elə, bilmir o barədə. Yəni məktəbdə müəllimə işləyir. Az dil ədəbiyyat müəlliməsidir. Amma avtomatik olaraq deyir ki, bunu bu qədərsən, buradan bölsən, bax bu torpağın qiyməti budur, filandır. Buradan bunu tikəcək, smetaya qədər çıxardır verir. Amma özü eləyən deyil, hə? Özü də eləyir. Özü üçün də eləyir, hə, qırağa da eləyir. Özün güclü tərəfi daxil, özünə də istifadə eləyir. Mənfidə 8 tərki dünyadır. Heç kimi görmək istəmir. Zahid insan sayılır. Getdi meşəyə, dəniz qırağına. Heç kimi görmək istəmir. Ki insanlardan uzaqlaşır. Bir də maraqlı bir şey var. Deyilir ki 8-lərə 8-in pulu qutaran kimi Allah yada düşür. 8-ə pul gələndə Allah yaddan çıxır deyir. 3 ayda keçir yenə də bu. Yəni 100% belə şey deyil, insanlar dəyişir. Və planet dediyim kimi Saturndur. Material həyatı şey eləyir və davamlı işləmək və işlətmək istəyir. Şuurda davamlı olaraq, şuur sayı 8-lər davamlı olaraq işləmək və işlətmək istəyirlər insanları. Ya özü işləyəcək, özü işləmirsə kimisə işlətməlidir. Enerji aşağıdasa məcbur edir ki, sən işlə. İndi bir 8 müdür düşünün və SMM-i var misal üçün şuur sayı 6. Şuur sayı 6 rahatlı olmalıdır, komfort, talisman sayılır da şuur sayı 6-lar. Missiya 8 və şuur sayı 8 onu başlayacaq əzməyə ki, sən işləmirsən, bütün gün yatırsan. Və avtomatik olaraq onun kanallarını bağlayır deyə öz işi getməməyə başlayır. Bir biznes daxilində təsəvvür eləyin. Edə bildim. Və yaxud da ki 7-ni vadar eləyir ki, işləməlisən, get işlə, get plan yaz, get belə elə falan. Şey eləyir axı, 2 dənə idarəçi var, 1 və 8. 2 dənə lider var, 1 və 7. Liderlərdə hamını hürra eləyib getdik. Hamı da gedir olanı dağlayacaq. Bir də 8-də misal üçün işlə deyir, əmr eləyir, amma necə eləyəcəyini 7-yə göstərmirsə, 7 xaosdadır, daha da dağıdır. 7-yə göstərmək lazımdır. 7-yə göstərməlisən ki, nəyi necə eləsin. Ondan sonra hə deyir, başa düşdü və başlayır, həmən reallaşdırır, gəl ki, sonra nə eləyək? Sözü şok olsun ki, sən yəni 2 həftəlik işi 2 günə necə elədin? Həmən reallaşma edir.